Baba Əfqan bəy yazıb, mən bu məlumatı dünən verəsiydim. Şad xəbər kimi sizə anonsunu elədim. 2026-cı ilin yanvar ayından etibarən güc strukturlarında Gömrük Xidməti, Miqrasiya, Vergi Xidməti, Müdafiə Naziri, Sərhəd Qoşunları Xidməti, Fövqəladə Hallar Naziri, Ədliyyə Naziri, kütləvi ixtisarlar gözlənilir bu nazirliklərdə. Deməli, qəzetçiyə danışan mənbələr bu ixtisarların əsasən aşağı komandir heyəti arasında aparılacağı bildirilir. Mərhələli şəkildə 30% ixtisar edilməsi planlaşdırılır. Güc strukturlarında əsasən aşağı komandir heyəti, maxelər və gizirlər, artıq xidmət edən hərbiçilər, müddətdən artıq xidmət edən hərbiçilər, yəni maxe ixtisarlar ediləcəyi barədə göstəriş verilib, maxelər və gizirlərin ixtisar edilməsi, üstəlik də o şərəf məhkəməsi zadı olan müəyyən o cüzi negativ xidmətində qüsur olan zabitlər də atılacaq. Dövlət büdcəsinə qənaət edirlər artıq. Lakin hərbi qulluqçuların sosial təminatı nəzərə alınmır. İşdən azad edilən hərbiçilərin işlə təmin edilməsi barədə məsələyə baxılmır deyə məlumat paylaşıb. Üstəlik ən əsasda cinayət maddəsindən ixrac eləyəcəklər ki, heç işə götürməsinlər, danışmağa da haqqı olmasın. Geçsin Rusiyyətdə hamallıq eləsin. Artıq bununla bağlı, artıq dünən yox sırağa gün ya ta sırağa gün toplantı olmuşdu. Milli Məclisdə oxunmuşdu, nə bilim Nazirlər Kabineti toplanmışdı. Artıq bununla bağlı Nazirlər Kabinetində müvafiq qərara dəyişikliklər də edilibdir. Qurumun 30 oktyabr 2025-ci il tarixində 322 saylı qərarına əsasən işdən çıxarılan hərbiçilərə verilən kompensasiya 50% azaldılır. Ay kişi, bilirsiniz nə deməkdir? Raşot pulu var, raşot pulu verirlər və o verilən raşot pulu da azaldılır, yarbayar. Belə ki, kompensasiya hüququ olmadan xidmətdən buraxılan təqvimi xidmət müddəti 4 ildən az olan gizirlərə, miçmalara, müddətdən artıq hərbi qulluqçularına və ədliyyə orqanlarının kiçik rəis və sıravi heyətinə mənsub şəxslərə bir aylıq vəzifə və rütbə maaşının 50% həcmindəcə kompensasiya ödəniləcək. Baxın, 3 ay, 4 ay bütün ödənilməlidir kompensasiya ilə maaş. İndi nədir? Bircə ay ödənəcək, o da 50%. Vay. 4 il xidmət edən şəxslərə bir aylıq vəzifə və rütbə maaşı. 4 ildən artıq xidmət edənlərə isə hər tam təqvim ili üçün əlavə olaraq bir aylıq vəzifə maaşının 20%. Lakin ümumi məbləğ 2 aylıq vəzifə və rütbə maaşından çox olmamaqla, ümumi, əvvəl 4 ay olur da, ümumi nə qədər çox olarsa belə, 2 aylıq vəzifə maaşından çox olmamaq şərti ilə, aylıq vəzifə və rütbə maaşından çox olmamaqla işdən çıxarılma pulu veriləcək. Yəni işdən çıxarılma pulu nədir? Raşot pulu. Vəssalam, şüt tamam. İnqilab indi başlayacaq. Qırğın indi başlayacaq. Deməli, əvvəlki qaydalara görə işdən çıxarılan hərbiçilər 2 aylıq maaş tam həcmdə verilirdi. Hətta bu kompensasiya əlavə gəlirdi az qala. Adam nəinki 3 ay, 4 aylıq raşot, üstəlik adam o qədər pul alırdı, imtiyazlar alırdı ki, az qala bir ev almaq fikrinə düşürdü o vaxtlar. İndi gördünüz İlham Əliyev nə günə qoydu.